Bunun atayla nə hazırlayırıq? Təndirdə quzu səbəti. Getdik. Getdi oğlum. Birinci üzünün nazik pərdəsi var. Onu təmizləyirik ki, səbət yanmasın. Yaxşı bişməsi üçün buralarını balta ilə çapırıq. İndi isə bunları qabırğanı şişə taxırıq. Bu da səbətimizin kartuşkaları. Müştəri bir də çox kartuşka istəyib. Onun üçün çox vururuq. Bu da təndirimiz yandığı kömürlə. Yalnız kömürlə. Qazdan istifadə eləmirik. Qaz var, amma istifadə eləmirik. Artıq səbətimiz hazırdır pişməyə. Bismillah. Açaq baxaq görə bu vəziyyəti necədir? Oy, 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 əla, əla. Buyur, artıq hazırdır. Ay maşallah, xına deyə xına. Təndir kebab istəyənlər istəsə evə də sifariş edə bilərlər və yaxud gəlib restoranda əyləşib bu gözəl kebablardan yeyə bilərlər. Təndirdə bütün kebablarımız mövcuddur.